Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U13 Liqası dostluq ulduz görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl futbolla yadda qalacaq. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda bizlərə ulduz göstərilib. Onların heyəti bu cürdür. Qapıda 1 Ömər İskəndərli, 3 Cahit İsmailov, 5 Hüseyin Süleymanlı, 6 Əhməd Verdiyev, 7 Tunar Əliyev, 8 Uğur Hüseynli, 10 Zülfüqar Allahverdiyev, 16 Doğu Said Stateyman, 17 Oktay Ələkbərov. Komandanın baş məşqçisi Vüsal Rüstəmovdur. İndi isə dostluq. Qapıda 1 nömrə Əli Qasımzadə, 3 Niyaz Qulamov, 5 Həmid Rəhimov, 6 Rafael Mütəllimov, 7 Rəsul Məmmədzadə, 8 Amin Hacıbala, 11 Cavid Səfərov, 20 komandanın kapitanı Harun Nəsibov, 13 Teymur Qəhrəmanlı. Komandanın baş məşqçisi Akif Hümbətovdur. Uzaq məsafədən qapıya zərbə indirməyə çalışırdı dostluq komandasının 20 nömrəli kapitanı. Ulduz indi əks hücum qurmaq üçün əla bir imkan qazanmışdı. Qısa divar ötürmələri. Uğur sol cinahları irəliləyir. Mərkəzdə oynayır. Zülfüqar içəriyə daxil oldu. Yerli ötürmə. Qapı istiqamətinə zərbə və top qapıdadır. Ulduz görüşün ikinci dəqiqəsində qol vurur. Uğurun qolu. Uğur Hüseynli topu qapıdan keçirir. Zülfüqarın məhsullar ötürməsini də qeyd etmək lazımdır və burada dostluq komandasından top heç kim toxuna bilmir. Bu cür qol vurulur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Top outdan meydana tərk edir. Komandaların ehtiyat oyuncular skamyasına nəzər salaq. Dostluqda 25 Ayxan Mikailov, 10 Rüstəm Bəbirov, 17 İslam Mehdizadə, 77 Adəm Əliyev, 21 Cavad Ələkbərov, 18 Amil Hümbətov. Ulduz daha bir hücum qurmağa çalışır. Hüseyin Süleymanlı əla divar ötürməli. Yenidən Hüseyin yaxın məsafədə qapıya zərbə, qapçı Əli Qasımzadə bu topun qarşısına kəsir. Hüseyin Süleymanlının qüvvətli zərbələri var. Xüsusən də uzaqdan qapıya zərbə indirməyi çox sevir. Bu dəfə isə qapçı Əli Qasımzadə onun qol vurmasına mane olur. Cəlmə zərbəsini 3 nömrəli futbolçu Niyaz Qulamov yerinə yetirəcək. Niyaz topa yaxınlaşır. Məsafə o qədər uzaq deyil. Qapıya zərbə, qapçı Ömər topun qarşısını kəsir. İkinciden zərbə ilə Ulduz topu oyuna daxil edəcək içəriyə. Doğru türmə Niyaz topu uzaqlaşdırır. Kapitan Oktay Harundan əla bir ötürmə yoxdur. Oyundan kənar vəziyyət. Dostluq hesabı bərabərləşdirə bilər. Rəsul və qapçı. Qapçı bu dueldən qalib ayrılır. Rəsul düz qapçının üstünə topu göndərir. Ömər üçün bu topu tutmaq o qədər də çətin olmadı. Daha doğrusu zərbənin qarşısını kəsmək. Həmid Rəhimov outdan topu oyuna daxil edir. Yenidən Rəsul ikinci rəqəbinə keçdi, içəriyə yer ötürməkməyə çalışırdı. Harun uzaqdan qapıya zərbə və ikinciden top oyuna daxil ediləcək. Ulduz futbolçudan deyərək top meydanı tərk etmişdi. Niyaz. Ulduzun irəlidə presingi var. Tunar mərkəzə çəkir. Tunar qapıya zərbə, topu qapının üstündən vurur. Ulduzun 7 nömrəli futbolçusu. İkinciden zərbə ilə Harun topu oyuna daxil edəcək. İçəriyə yerlə hava ilə ötürməkməyə çalışırdı. Qarışıq bir vəziyyət var, amma hər şey burada Ulduz oyuncular üçün yaxşı qurtar. Tunar istiqamətinə əla bir ötürmə yoxdur. Oyundan kənarı vəziyyət. Tunar qapıya zərbə, topu qapıdan keçirir. Tunar Əliyev 7 nömrəli futbolçu ikinci qolu vurur. Sameta gözəl ötürmə etdi burada. Bəli. Öz meydançalarından Süpersin. Bəli, Tunar Əliyev bu qolu
babasına əsir edir. Harun Nəsibov cərmə zərbəsindən top oyuna daxil edəcək. Harundan bu cür mövqelərdən gözəl qollar görmüşük. Harun birbaşa qapıya zərbə, qapçı Ömər bu topun qarşısını kəsir. Ömər İskəndərli top oyuna daxil edəcək. İrəli oynayır. Həmid. Və beləliklə ilk hissə başa çatır, qısa fasilə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər, dostluq, ulduz görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. Qeyd edim ki, C qrupunda liderlərin dueli kimi də bunu adlandırmaq olar. Bu komandalar birinci və ikinci yerləri bölüşdürürlər. 21 xalları var. Hər iki komanda çempion tarixində cəmi bir dəfə məğlubiyyət acısı dadıb. Üçüncü yerdə Neftçi qərarlaşıb. Hər iki komandanın, daha doğrusu hər üç komandanın gəlin bu cərimə zərbəsini birbaşa qapı istiqamətinə. Hər üç komanda 21 xalla birinci, ikinci, üçüncü yerləri bölüşdürürlər. Yalnız vurulan toplara görə ulduz hər iki rəqibini qabaqlamağı bacarıb. Hüseyin mərkəzli oynayır. Zülfüqar hücumun cinahını dəyişir və top meydanı tərk edir. Bugün Aksu City artıq növbəti qələbəsini qazandı. Xalların sayını 19'a çatdırdı. Oktay sağlı oynayır. Tunar yeniden Oktay rəqibini keçdi, qapıya zərbə, topu qapıdan keçirir. Komandanın kapitanı Oktay Ələkbərov gözəl zərbə indirdi. Yaxşı ki, həmin epizodda ötürmə etmək qərarına gəlmədi, yoxsa oyundan kənar vəziyyət görə bilərdik. Bu qolun təkrarını bir daha izləmək istərdik. Bəli, baxırıq. Oktay elə özü bu epizodda topu rəqibdən uğurladı. Hakim davam işarəsi verir. Tunar özür istəyirəm. Yenidən Oktay, baxırıq. Bir hərəkətlə rəqibini keçir. Mərkəzdən dostluq topu oyuna daxil edir. Tunarın ötürülməsindən sonra Oktay 3-cü qolu vurur. Hüseyin Fərahim də artıq meydanda da uğur. İki rəqibini keçməyə çalışır. Hüseyin sola çəkildi, içəriyə. Hava ötürməsi, qarışıq bir vəziyyət var. Harun. Amma ulduz topu aldı qapıya. Daha bir zərbə ulduz. Daha bir gol vurur. Uğurun ötürülməsindən sonra Tunar daha bir gol vurur. Özünün ikinci, komandasının 4-cü goluna imza atır. Bugünkü görüşdə 2 gol və 1 məhsuldar ötürməsi var. Cahidin dediği gol sevinci nedir? Fərahim Kazımlı da artıq meydançaya daxil olub. Mərkəzdən dostluq oyuncuları topu oyuna daxil edəcək. Qeyd edim ki, C qrupunda bu komandalar qərarlaşırlar. Fərahimdən allancı hərəkətlər və topu bu cür qapıdan keçirir. Messi sayaq hərəkətlərlə gol vurur. Ulduzun 5-ci qolu. Artıq ulduz C qrupunun lideridir. Fərahim Kazımlı. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Burada 2 rəqibi 3-cü, 4-cü rəqibini keçdi və bu cür gözəl qol vurur.
Niyaz top oyuna daxil edir. Rəsul. Ulduz yenidən topu qazanır və sürətli əks hücum atışmaq üçün Zülfüqar solla oynuyor. Tunar. Qapıya zərbə, qapıcı topu qaytarır və bu cür gol vurulur. Top qapıdan keçir. Daha bir gol Ulduzun aktivine yazılır. Bu Ulduzun bu görüş ərzində vurduğu 6-cı goldur. Burada yağış yağır, yoxsa yağmır, yoxsa Bunu da bir daha sizin diqqətinizə çatdıraq. Növbəti oyunlarda Dostluq komandasına uğurlar arzu edirik. Bir neçə epizodda Dostluğun gol vurmaq üçün əla imkanları olsa da təəssüf ki bundan istifadə etmək mümkün olmadı. Əbdülxaliq İbrahimli o da ikinci hissədə oyuna daxil oldu. Raul Həsənov o da artıq meydana irəliyə daha bir ötürmə. Fərahim keçdi qapçını, amma davamını gətirə bilmir. Top meydanı tərk edir. Raul bu yaxınlarda doğum gününü qeyd etdi hal-hazırda. Topu ona da içəriyə. Niyaz topu uzaqlaşdırır. Qəhrəman İsmailzadə ikinci hissədə oyuna daxil olan oyuncudur. İslam yaxşı sürət yapmışdı, amma geriyə Əbdülxaliq. Bu dəqiqələrə Ulduz oyuncuları topu özlərinə saxlamağa çalışırdılar. Fərahim topu aldı irəliyə. Doğru ötürmə. Gözəl hərəkətlər izləyirik. Və qapçı. Səhv etmirəmsə Mehdi Əliyev idi, 18 nömrəli oyuncu. Və burada hesab arasındakı fərq bir qədər də arta bilərdi, lakin Dostluq müdafiəçiləri yaxşı oynayır. Qəhrəman İsmailzadə ikinci zərbəsi ilə top oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, başla zərbə Hüseyin Qurbanovdan gəlir. İrəliyə doğru ötürmə izləyirik. Dostluq komandası buraxılan qollardan bir nəvəzinə çıxmağa çalışır. Hələ ki onlar bu istəklərə nail ola bilməyiblər. Qəhrəman Hüseyin istiqamətini edilmiş bir ötürmə. Hüseyin topu özündə saxlayır. Fərahim keçdi, amma ona qarşı qayda pozulur. Niyaz Qulamov. Və artıq əl cibə getdi, yəqin ki sarı vərəqə, bəli, sarı vərəqə ilə cəzalandırılır Niyaz Qulamov. Görüşün də artıq sonlarına yaxınlaşırıq. Yüzarsiv əskərli cərimə zərbəsini yerinə yetirəcək. 3 nəfər var canlı səttə. Qapıda isə Ayxan Mikailov dayanıb. Hakim də artıq zərbəyə icazə verir. Qapıya qapçı Ayxan bu topu tutur. Əbdülxaliq başlamalıdır. Hörmətli futbol azarkeşləri vurulan qollara bir daha gəlin bu hücumu izləyək. Rəsuldan qapıya zərbə təhlükəli alınır. Dostluq buraxılan qollardan bir nəvədən çıxmağa çalışır. İkinciden zərbə. Bəlkə də görüş ərzində edilmiş son bir hücum şansıdır. Bundan o Dostluq istifadə edə bilmir. Qapıya uzaq məsafədən zərbə indi qapçı Əbdülxaliq bu topu tutur. Yenidən Əbdülxaliq. Qolları bir daha xatırlayaq. Əvvəlcə Uğur hesabı açdı. Tunarın qoluyla fərq 2 topa çatdı. Bu hesabla rəqiblər komandalar fasiləyə yollandılar. Fasilədən sonra Oktay, Tunar, Fərahim. Daha bir
alınmır. Artıq görüşü bitirmək olar. Əsas vaxt başa çatdı. Hüseyin. Geriyə qapıcı Əbdülxaliq. Artıq bəli, oyunun sonlarıdır. İrəliyə daha bir ötürmə Ulduz. Dostluq komandası. Buraya qədər də hər iki komanda tez-tez top itkilərinə yol verir. Harun topu komandasını qazandırmağı bacar. Əla bir ötürmə. Yox. Bu hücumdan da nəysə əldə etmək mümkün olmadı. Və beləliklə görüş başa çatır hörmətli futbol azarkeşləri hər iki komandaya. Bugünkü görüşə görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Dostluqda 20 nömrə Harun Nəsibov, oyunun ulduzu isə Ulduzun 7 nömrəli futbolçusu Tunar Əliyevdir. Və beləliklə Tunar Əliyev Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsqəni təmin edir. Sağ olun, gələn görüşlərə dək.